Salam, xoş gəlmisiniz. Dərimiz bədənimizin ən böyük orqanıdır və bizi xarici təsirlərdən qoruyur. Lakin bir çox insan həyatının müəyyən dövründə müxtəlif dəri xəstəlikləri ilə qarşılaşır. Bəziləri sadəcə narahatlıq yaratsa da, bəziləri vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu videoda ən çox rast gəlinən dəri xəstəlikləri və onların əlamətləri haqqında danışacağıq. İlk olaraq akne, yəni sanak xəstəliyi. Akne təkcə yeniyetmələrin problemi deyil. Böyüklərdə də hormonal dəyişikliklər, genetik meyillilik, bəzi kosmetik vasitələr və digər səbəblər nəticəsində yarana bilər. Hündür sanaklar belə düzgün müalicə edilmədikdə qalıcı çapıqlar buraxa bilər. Buna görə də uzun müddət davam edən və ağır formada olan sanakları mütləq dermatoloq qiymətləndirməlidir. İkinci ən geniş yayılmış xəstəlik ekzema, yəni atopik dermatitdir. Ekzema dəridə quruluq, qaşınma, qızartı və çatlarla özünü göstərir. Xüsusilə uşaqlarda tez-tez rast gəlinir, lakin böyüklərdə də müşahidə oluna bilər. Qaşımaq vəziyyəti daha da ağırlaşdırır və infeksiya riskini artırır. Düzgün dəri baxımı və uyğun müalicə ilə xəstəlik nəzarətdə saxlanıla bilər. Digər geniş yayılmış problem isə göbələk infeksiyalarıdır. Ayaqlarda, qasıq nahiyəsində, bədən, hətta dırnaqlarda göbələk infeksiyası yarana bilər. Qaşınma, soyulma, qızartı və dırnaqlarda qalınlaşma kimi əlamətlərlə özünü göstərə bilər. Özbaşına istifadə edilən kremlər bəzən xəstəliyin görüntüsünü dəyişdirir, düzgün diaqnozu çətinləşdirir. Növbəti xəstəlik psoriaz, yəni sədəf xəstəliyidir. Bu yoluxucu olmayan xroniki dəri xəstəliyidir. Dəridə qalın, qızarmış və üzərində ağburcuqlar olan lövhələr əmələ gəlir. Stress, bəzi infeksiyalar və digər faktorlar xəstəliyin alovlanmasına səbəb ola bilər. Psoriaz tamamilə keçməsə də müasir müalicə üsulları ilə uzun müddət nəzarətdə saxlamaq mümkündür. Digər rast gəlinən problemlərdən biri də rozaseyadır. Rozaseya əsasən üz nahiyəsində davamlı qızartı, damarların görünməsi və bəzən sınığa bənzər səpkilərlə xarakterizə olunur. İsti hava, günəş, acı qidalar və stress şikayətləri artıra bilər. Rozaseyanı adi sanak hesab edib yanlış müalicə etmək vəziyyəti daha da ağırlaşdıra bilər. Bundan əlavə ziyillər, herpes virus infeksiyaları, ürtiker, kontakt dermatit və müxtəlif allergik dəri reaksiyalarda dermatoloqların gündəlik rastlaşdığı xəstəliklər sırasındadır. Bəs nə zaman mütləq dermatoloqa müraciət etmək lazımdır? Əgər dərinizdə yaranan səpkilər 2-3 həftədən çox davam edirsə, sürətli yayılırsa, güclü qaşınma, ağrı verirsə, irinlənirsə, qanayırsa və ev şəraitində istifadə etdiyiniz vasitələrə baxmayaraq yaxşılaşmırsa, mütləq həkim müayinəsinə ehtiyac var. Çox vacib bir məqamı da unutmayın. İnternetdə və sosial şəbəkələrdə gördüyünüz məsləhətlər hər kəs üçün uyğun olmaya bilər. Eyni görünən səpkilər tamamilə fərqli xəstəliklərin əlaməti ola bilər. Ona görə də diaqnoz qoymadan krem, antibiotik və ya hormonal preparatlar istifadə etmək düzgün deyil. Erkən diaqnoz həm müalicənin daha uğurlu olmasına, həm də qalıcı izlərin daha da ağırlaşmamasının qarşısını alınmasına kömək edir. Əgər siz də dərinizdə uzun müddətdir davam edən hər hansı problem müşahidə edirsinizsə, dermatoloq müayinəsini gecikdirməyin. Videonu faydalı hesab etdinizsə bəyənməyi, kanalımıza abunə olmağı və sağlam dəri ilə bağlı yeni videolar izləməyi unutmayın. Sağlam və gözəl dəri arzulayıram.